Sonra kin saxlamaq. Bu çox maraqlı məsələdir. Həşr surəsinin 10-cu ayəsi. Yer üzündə nə qədər müsəlman var? Yəni, özünə müsəlman deyən 2 milyard. Onların heç olmasa 1 milyardır. Quran oxuyur, heç olmasa. Gəlir Həşr surəsinin üstündən keçir. Orada deyir ki, Rabbənə, iğfir lənə, və li-ixvanillezine səbəqunu bil-iman, və la təcəl fi qulubina ğillə lillezine əmənə. Dili ilə bunu oxuyur. İstəyir ərəbcə, istəyir öz dilində, fərqi yoxdur. Ey Rəbbimiz, bizi və bizdən əvvəlki müsəlmanları, möminləri bağışla. Qəlbimizdə kin, kudurətə yer vermə onlara qarşı. Yəni, qəlbimizdə kin olmasın heç bir möminə qarşı. Dili ilə bunu oxuyur ki, Allah Taala bunu qadağan edir. Amma görürsən ki, qəlbində özü bu məzhəbdədir, o biri məzhəbdəkinə elə nifrət edir. Elə kin saxlayır. Deyirsən, sən nə gündəsən? O da sənin müsəlman qardaşındır. Nə olsun, başqa cür fikirləşir. Başqa formada namaz qılır. Başqa formada filan zikir eləyir, duanı eləyir. Axı, bu bunu dindən çıxartmır. Bundan soruşsan, deyəcək ki, Rəbbim Allahdır. Sənin də Rəbbin Allahdır. Dinim İslamdır, sənin də dinin İslamdır. Kitabım Qurandır, sənin də kitabın Qurandır. Qibləm Kəbədir, sənin də qiblən Kəbədir. Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləmdir, sənin də Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm. Bu təməl ikimizdə də var ikən, nəyi bölüşdürə bilmirsiniz? Hansısa onun əməli xoşuna gəlmirsə, o özü bilər, özü cavab verəcək. Amma əsas o ana təməl ki var, yəni hamı müsəlmandır, qutardı getdi. Ona hörmətlə yanaşmalısan. Kin saxlamaq, bu nə deməkdir? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, müsəlman müsəlmandan 3 gündən artıq küsülü qalmamalıdır. İndi baxırsan ki, 3 gün nədir? İllərlə küsülü qalırlar. Heç arvadlar belə eləmir. Bəzi arvadlar görürsən küsülü olanda 6 aydan sonra, 1 ildən sonra barışırlar. Bunlar arvadlardan da betərdirlər. 10 il, 15 il, 20 il, ölənə qədər. Mən qorxuram ki, həmin adam ölüm yatağında vəsiyyət edəndə desin ki, filan kəs mənim cənazəmə gəlməsin. Çünki mən o ilə küsülü idim, xoşuma gəlmirdi o mənim. Biabırsılıqdır. Belələrini dərhal qovurdular. Dərhal. Və o küsülü qalanlar ki var, bilirsiniz necə təhlükəlidir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, hər 1-ci və 4-cü gün göy qapıları açılır və Allah subhanahu teala günahları bağışlayır. Yalnız küsülülərdən başqa. Mələklərə deyir ki, onların günahlarını hələ bağışlamayın. Nə vaxt barışsalar öz aralarında, ondan sonra bağışlayarıq.